2026-cı il üçün sosial ödənişlər sahəsində planlaşdırılan artımlar cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. Xüsusilə pensiyaların indeksləşdirilməsi və sosial müavinətlər üzrə gözləntilər vətəndaşların real gəlirlərinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Son illər orta aylıq əmək haqqının artması fonunda pensiya və müavinət mexanizmlərinin necə tənzimlənəcəyi sosial siyasətin əsas gündəm mövzularından birinə çevrilib. Mövzu ilə bağlı komment azı açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, 2026-cı il üçün pensiyalarda orta aylıq əmək haqqının artımına uyğun olaraq təxminən 9,2% indeksləşdirmə və artım proqnozlaşdırılır. Bu artım pensiyaların nominal məbləğinin yüksəldilməsinə və inflyasiya fonunda real gəlirlərin qorunmasına hesablanıb. Ekspertin sözlərinə görə mövcud proqnozlara əsasən orta aylıq pensiya 590 manata yaxınlaşacaq. Bu isə əmək pensiyaları üzrə dövlət büdcəsindən ayrılan xərclərin artmasına səbəb olacaq. Akif Nəsirli qeyd edib ki, pensiya sistemi daha çox avtomatik indeksləşdirmə mexanizminə əsaslanır və bu da pensiyaçıların gəlirlərinin nisbətən sabit saxlanmasına imkan verir. Bununla yanaşı, sosial müavinətlər, təqaüdlər və digər nağd yardımlar pensiyalardan fərqli olaraq ayrıca mexanizmə tənzimlənir. Ekspert vurğulayıb ki, bu ödəyişlərin orta aylıq əmək haqqının artımı ilə eyni faizdə avtomatik indeksləşdirilməsi hələlik qanunvericilikdə öz əksini tapmayıb. Lakin buna baxmayaraq 2026-cı ilin dövlət büdcəsində sosial müavinətlər, təqaüdlər və kompensasiyalar üçün 2 milyard manatdan çox vəsait nəzərdə tutulub. Bu da əvvəlki illə müqayisədə təxminən 9,1% artım deməkdir. Ekspertin fikrincə, sosial sahəyə ayrılan vəsaitlərin artırılması dövlətin sosial müdafiə siyasətinin prioritet istiqamətlərindən biridir. Həm pensiyalar, həm də sosial müavinətlər üzrə xərclərin yüksəldilməsi vətəndaşların real gəlirlərinin qorunmasına, sosial rifahın yaxşılaşdırılmasına və həssas əhali qruplarının daha güclü müdafiəsinə xidmət edir.